Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Aydın tamaşası səhnəyə qoyulub. Rejissor, xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Kamil İsmailov, rejissor assistenti Vüqar Məmmədovdur. Tamaşanın rejissoru Firudin Məhərrəmov tamaşaya maraqlı bir quruluş verib. Aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər hər şey yerli yerindədir. Musiqi xüsusilə dəyişən səhnələri daha da qabardır və könlümüzə xitab edir. Rejissor klassik əsərin əsl mahiyyətinə xələl gətirmədən yola çıxır. Aydın obrazının ifaçısı məncə yetərincə obrazın öhdəsindən gələ bildi. Səhnədə sözün əsl mənasında can qoydu desək yerinə düşər. Bu aktyorun teatrda maraqlı obrazları çoxdur və məncə bu siyahıya daha bir maraqlı obraz daxil oldu ki, bu obrazda onun yaradıcılığında xüsusi yer tutacaq. Gültəkin obrazı tədricən tamaşaçını cəlb etməyi bacardı. Məsum obrazın zamanla dəyişən siması, davranışları, bir qadın olaraq cazibəsi diqqətimizdən yayılmadı. İnanırıq ki, aktrisanın maraqlı obrazları hələ qarşıdadır. Aktrisa Sevinç Əliyevanın canlandırdığı obraz tamaşaya xüsusi bir rəng qatdı. Onun obrazının bir özgüvəni var ki, bu da əlbəttə ki, maddiyyata söykənir. Aktrisa obrazı ilə tamaşanın ümumi ahənginə təsir etməyi yaxşı bacardı və nəticədə yadda qalan bir səhnə obrazı yaratdı. Tamaşada daha bir aktyoru xüsusi qeyd etmək istəyirəm ki, o da istedadlı aktyor Ramil Şıxəliyevdir. Artıq onun epizodda görünməsi belə kifayət edir ki, tamaşada bütövlük, tamlıq yaransın. Aktyorun istedadı ildən ilə puxtələşməkdə davam edir və nəticə etibarilə obrazlarının sambalı artır. Tamaşada digər aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Kazım Həsənquliyev, Mətləb Abdullayev və digərləri uğurla çıxış edir. Aydın əsəri Cəfər Cabbarlı yaradıcılığının məncə şah əsəridir. Onu yenidən səhnəyə gətirib, müasir zamanda tamaşaçıya təqdim etmək, Aydını yenidən aydınlatmaq və gənc nəslə tanıtmaq vacib və təqdirə layiqdir. Bu mənada bütün yaradıcı və texniki heyəti təbrik edirik, yeni uğurlar diləyirik.